Quliyev Şahimında yandı. Canım. Görün başı nəzat yerindən çıxdı bunda. Quliyev Şahimında yandı. Allah salam. Mənim müraciətim Xəbər Ekspres az saytının rəhbəri Ruhiyyə Eldar qızınadır. Bizi işıqlandırmanızı xahiş edirəm. Mən Quliyev Famıq Əlioğlu, mənim oğlum 2-ci qrup Qarabağ qazisi Quliyev Şahin Famıqoğlu. Quliyev Şahin Famıqoğlu 2019-cu ildə Füzuli rayonunda yerləşən Ensaylı hərbi hissəsində tank sürücüsü kimi fəaliyyətə başlamışdı. Maxa kimi də, Lorduda desək. Mənim oğlum sentyabr döyüşlərində müharibəyə qatılmış, bir çox kəndlərin alınmasında iştirak eləmişdi. Oğlum 20 oktyabrda ağır yaralanmış. O əvvəl 4 ay Bakı şəhərində qaldıqdan sonra vəziyyəti ağır olduğu üçün tibbi ekspert komissiyasının rəyi ilə bu uşaq Türkiyədə getdi. Üst-üstə bir ilə müalicə olundu. Demək olar ki, oğlumun müalicəsini tam eləmədilər. Demək olar ki, orasını burasını yanıb geri göndərdilər. Bugünəcən bir dəfə heç bir dövlət qurumu bu uşaqla maraqlanmır. Öz hesabımıza bunun müalicəsini elətdirdik. Artıq baxıram ki, gücüm də yetmir. Uşağın da vəziyyəti ağır olaraq qalır. Bu uşaq nə qədər Füzuli rayon icra hakimiyyətinə gelib, demək olar ki, bunu orada it yerinə qoymurlar, qəbul eləmirlər. Demək olar ki, soyuqdur. Hər şey soyub, uşağa baxmırlar. Mənim bir dənə xahişim odur ki, bu uşağa baxılsın. Bunun müalicəsini hal-hazırda, yəni bu uşağın vəziyyəti olduqca yenə ağır olaraq qalır. Bunun Türkiyədən gələndə burun hissəsi qırılmışdı. Bunun yanıqlarının ağır yanığını qoyuram. Nə qədər müraciət elədim, dedilər fondumuzda pul yoxdur, yaşat fondu. Mən demirəm bu uşağa ev verilsin, maşın verilsin. Olsa ev almaq üçün, maşın almaq üçün bizim gücümüz yetmək, evə gərək növbəyə durmaq üçün, almaq üçün Əmək və Sosial Müdafiə Nazirləri gərək 3000-5000 şirinlik verəsən, o da bizim bu imkanımız yoxdur. Hal-hazırda oğlum evlidir. Bir dənə uşağı var. O imkan daxilində öz uşağını saxlaya bilmir. Mən hara müraciət edirəm, mənə deyirlər ki, sən bu uşağı sponsor tap, nə bilim adam tap, kömək tap, şey eləsin. Bu müğənnidir ki, mən buna gedən bu sponsor axtaram. Bu vətən, torpaq yolunda olub. Bir dənə bugünəcən bir dəyərli məmur görmədim ki, bax bu uşağı çağıra soruşam. Vallahi bizim uşaqlar bax sizin balalarınızın yolunda döyüşüb. Mənim nəyəm var? Füzuli rayonundan heç bu uşağa 1 metr çox xahiş elədi ki, 1 metr yer versinlər. Orada qardaşı ilə ərlə verib nəysə, qardaşı bir iş görsün, mümkün deyil. Qarabağ qazisi olduğuna görə vermirlər. Həmən qazilərə bax, qayğı diqqətlidir. Mən Xəbər Ekspres az saytının rəhbəri Ruhiyyə Eldar qızına müraciətim odur ki, mən sizi həmişə izləmişəm, daim izləyirəm. Siz baxmayaraq ki, arxa döyüşlərdə həmişə bizim bu hərbiçiləri, əziyyət çəkən uşaqları dəstəyirsiniz. Xahiş edirəm mənim sözümü yəni kəsməyin də, olduğu kimi də verin. Bax, biz nə eləməliyik ki, bax bizim uşaqlara baxsın. Bu vətən yolunda olub. Adicə mən bu uşağı aparmışdım həkimə, oturmuşdum Balıqçıyanın qabağında. Bir nəfər mənə yaxınlaşdı, dedi bu uşağa nə olub? Dedim, Hesat, mal oğramaya gedəndə töylə yanıb, uşaq yanıb. O da mənimlə qayıtdı ki, gör valideynlər nə qədər əziyyət çəkir. Yəni mən bunu utandığımdan demədim ki, bu uşaq hərbidə olub. Çünki hərbidə yaralanan bu dəqiqə məmurlar da pis baxır, məmurlar sıxışdırır. Məmurlar elə bir ki, ermənilər, bax bu uşaqların qürurunu qıra bilmədi. And olsun Allaha, indi yerli məmurlar var, bax bu uşaqların qürurunu qırır. Bax, 4 ayla mən Bakıda xəstəxananın qabağında qaldım. Görmədim ki, bir dənə dəyərli məmur gələ oradan maşından düşə deyə, bax mənim oğlum bu xəstəxanada yatır, onun yanındayıq. Onun yanına gəlmişəm. Baxdım ki, hamısı mənim kimi kasıb, küsub, yetim, yesir balalar. Mən xahiş edirəm, bax bu uşağın balası yatdığı yeri bir çəkək. Belə bura bir dənə baxın, görün. Belə bir yaralı uşağın qaldığı yerə. Bax, bu da bunun otağı. Bax, 2 kvadrat yerdir, 2 kvadrat. Baboşun itinin qaldığı yer buradan böyükdür. Bu boyda yerdə hara müraciət edeyim? Mən aparım, heç ev zat lazım deyil, mənə lazımdır ki, bu uşağın müalicəsi olsun. Allah bir de burada medallar da var. Yani aktif medalı görsədən heç ehtiyac da yoxdur. Bir de kimdə bunlara qiymət verən yox, dəyər verən yox.
məmurlar baxmır. Elə bir ki, bunların dədəsinə gül atıb. Heç ümumiyyətlə maraqlanan yoxdur. Füzuli rayonunda hapis adında oğlandı. Nə bilim, valla gedib orada şəkilcası çəkdir. Deyir, mən də döyüşdə olmuşam. Olsun, bu uşaq ona müraciət edir. Telefonlaşmır. Gedir ora qəbula, Bakının qəbuluna bunu qəbul eləmirlər. Yaxşı, biz neyniyək? Bax, nə qayıraq, neyniyək? Bu uşaq imkansızlıqdan, nə qədər biz faizə mən çələmə, anasının adına son 4 ayda 11.000 pul götürmüşəm, olub 17.000 faizinə. Mən bunu özüm müalicə elətdirirəm. Heç kəsə ağız açmıram. Artıq baxıram ki, bu uşağın müalicəsi getməlidir. Bunun hər iki qulağın bu dövlət, bax elə aparırsan kəmsənin qabağına, buna hər yeri yanıb. Amma buna bir baxmıram, bunun qrupunu da düz vermir. Buna ikinci qrup verir. Özdə yazırlar ki, müvəqqəti, güya müvəqqəti. Mən də sual verirəm. Ay həkim, buna müvəqqəti verirsən. Bu göbələt də elə, bu 5 ildən sonra bu qulaqlar yerinə gəlir. Bu elə bunun gözünün qabağında durub sizlə söhbət edir ki, sən baxırsan ki, bunun hər iki qulağı yoxdur da. Deyir, nə bilim, bizə özdə müvəqqəti. Harada müraciət edirsən, nə edirsən? Elə bir ki, bu məmurların dədəsinə gül atıblar, nağarıflar. Bir dənə mən məmur görmədim ki, bu uşağı çağırıb soruşur. Bu hamısı bilirsən, kasıb-küsüb balasıdır, it yerinə qoymurlar. Mənim də elə bu məqsədim, əsas bu uşağın ev zad istəmirəm, maşın istəmirəm, bu uşağı xahiş edirəm. Bəlkə elə bir kimsə çıxacaq deyəcək, mən bu uşağı aparım bir Türkiyəyə, yəni bunu müalicə elətdirəm, bunu heç olmasa bunun saçının üstünə qoyulan dər tökür, heç olmasa bunu bərpa eləyək. Mənim müraciətim, bax, sizdən xahiş edirəm, Ruhiyyə Eldar qızı, mən baxıram ki, siz bu yolda çox əziyyət çəkirsiniz. Yəni, bu uşağı əsas mən bunun müalicəsi ilə əlaqədər. Əlacımız kəsilib, müalicə elətdirə bilmirəm. Baxan da yoxdur, harada gedirsən burnuna vurub qabırlar. Elə bir ki, bunların dədəsinə gül atıb. İndi mənim də bir dənə xahişim odur ki, xahiş edilən bu uşağın müalicəsinə kömək olunsun. Bu ağır yaraladı, hələ də bax bunun müalicə ehtiyacı var. Bir dənə mənim sizdən xahişim budur. O da mən bilirəm ki, Ruhiyyə xanım, mən həmişə sizi izləmişəm, nə bilim, baxıram, görürəm ki, köməyinizi əsirgəməzsiniz. Diqqətinizə görə çox sağ olun, Allah sizdən razı olsun. Quliyev Şahimində yandı. Canım. Görün, başı nəzad yerindən çıxdı bunda. Quliyev Şahimində yandı.